Azərbaycanda kartdan karta pul köçürmələrinə limit qoyuldu. Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib. Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Əvəzində kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20.000 manat limit müəyyən edilib. Ekspertlər düşünür ki, bunun müsbət olmaqla yanaşı mənfi tərəfləri də var. Müsbət cəhətlərindən biri odur ki, post terminallarla ödənişlər baxımından vergi ödəmələri daxil olmaları artacaq. Dövlətin daha çox qeyri-legal əməliyyatlara nəzarəti güclənəcək. Tələbatçılıqla müxtəlif yol, sxemlərlə və vəsait əldə etməyə çalışan müxtəlif qrupların işləri çətinləşəcək. Bu işin müsbət tərəfidir, amma bunun digər tərəfdən mənfi cəhətləri də qaçılmazdır. Belə ki, məsələn, valideyn öz övladına, tələbə övladına vəsait göndərərkən müəyyən çətinliklərlə rastlaşacaq. Ailə daxili borclar, yaxud dostlar daxili borclar olduqda bunların qaytarılmasına müəyyən çətinliklər yaranacaq. Düşünürəm ki, gələcəkdə müəyyən çətinliklər yaranmaması üçün belə kartlar arasında, belə vətəndaşlar arasında fərqlər süni intellekt üzərindən müəyyənləşdirilsin və optimal bir variant olaraq həm qeyri-legal çirkli pulların yığılması, tələbatçılığın aradan qaldırılması həll olunsun, həm də vətəndaşların müəyyən çətinliklərlə üzləşməsinin qarşısı alınsın. Yeni qaydalara əsasən ödəniş kartlarının və elektron cüzdanların sayına da limit qoyulur. Belə ki, elektron cüzdanlar üzrə manatda 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdan istifadə oluna bilər. Qeyd edək ki, dəyişiklik avqustun 1-dən etibarən tətbiq olunmağa başlayıb.